belə sürətli düşünməklə yadda qalan oyunçudur. Turan Tovuzu necə görürsünüz? Ötən mövsümki çıxışını, məsələn, bugün Azər Bağırov Turan Tovuzda olsaydı. Yox, elə deməyək. Yox, belə deyək, mən deyirəm. Siz necə, siz çox təvəzzülkar yanaşırsınız. Aydın məsələdir. Yəni Turan Tovuzun da çox, yəni Qurban Berdiyev kimi tanınmış, dünyaca belə tanınan bir mütəxəssisi var. Bəli, komandaya rəhbərlik eləyir. Amma bugün gəlin etiraf eləyək ki, yerli məşqçilər daha çox uğur qazanır Azərbaycan çempionatında. Yox, əlbəttə ki, ilk üçlüyü nəzərə alsaq, elə son dönəmlər ilk üçlüyü nəzərə alsaq, Azərbaycan məşqçiləri tutub. Bəli. Yəni statistikaya baxsaq, gedənlər də bu il ən çox elə legioner məşqçilər oldu. Yəni biz sadəcə Azərbaycan məşqçilərinə mənə elə gəlir daha çox dəstək olmaq lazımdır. Çünki bugünkü gündə elə hər bir cəbhədə Azərbaycan vətəndaşları özlərini yaxşı cəhətdən göstərməyə can atırlar. Bugünkü gündə mənə elə gəlir ki, bir Azərbaycan məşqçisinin, 2-3 Azərbaycan məşqçisinin inkişafı mənə elə gəlir Azərbaycan futbolunun inkişafıdır. Yəni AFFA-da strategiya planı hazırlanıb və o strategiya planında da məşqçilərin yetişməsi üçün bir böyük bir imzalar var əslində qalanda. Amma Azərbaycan məşqçilərinə məsəl üçün hər hansı bir dəstək o legioner məşqçilərdəki kimi olmur, əfsuslar olsun. Yəni sən az büdcə ilə çempionatda qalmalısan, sən 15 günə komanda qurmalısan və sonda da necə olacaq? Yəni sabah sənə ayrılan o imkanlar ancaq çərçivə içində əfsuslar olsun. Yəni inşallah yəqin ki biz daha da güclü olmalıyıq, daha da bu səddi aşmaq istəyiriksə daha çox çalışmalıyıq. Həqiqətən ümumiyyətlə çalışma çox önəmlidir. Yəni futbolda davamlı çalışmalısan. Dayanmaq yoxdur. Mən əslində qalanda bir dostumuzla futbolu müzakirə eləyirdik bu yaxınlarda. Mənə söylədi ki, nəyə görə məsələn, Neftçinin keçmiş məşqçisi Ukraynalı mütəxəssis nəyə görə Qriqorçuk uğursuz alındı. Elə yəni adamlar ola bilər ki, bəlkə də bizim sözümüzü hardasa belə deyim də dırnaqarası bir lağlayığa çevirə bilərlər. Amma 15 ildən çoxdur futboldayıq. Futbolun bir dili var, meydançadır. Və o meydançada nələrin baş verdiyini sən proqnozlaşdırırsan. Artıq oyuna baxanda analiz edirsən və bir məşqçinin gəlişində etdiyi məsələləri, yəni mən Almanla işləmişəm 2 il. Yəni Azərbaycanda gəlmiş getmiş ən güclü teoriklərdən biri idi. Yəni teoriyanı dəhşət güclü bilir adam idi. Və teorik olaraq bir praktikaya yanaşanda sən gördüyün səhvlər var əslində qalanda. Dediyim o şeydir ki, bir yaxda sənin sözünə qüvvət. Məşqçi hər gün inkişaf eləməlidir. Çünki bugün adaptasiya olduğu vaxtla, məsəl üçün Qəbələdəki işlədiyi vaxtla Qriqorçuk Neftçidəki vaxtda eyni deyildi. Neftçidə məsəl üçün işləyirdi Ürfan Abbasovla. Ürfan Abbasovun onda maşallah cavan vaxtları idi. Amma bu gün gəldi dolğun Eminlə işləyir, Qara ilə işləyir və yaxud da ki, çox təcrübəli. Axı, sən bu futbolçularla hesablaşmalısan artıq. Sən bu futbolçuları qiymətləndirməlisən. Və belə məqamlar var ki, haradasa sənin öz kaprizlərin var. Sən o kaprizləri qırağa atmaq istəmirsən. Və sən, o görsənir ki, sən özün dəyişməlisən. Məşqçi dəyişməlidir, məşqçi adaptasiya olmalıdır. Məşqçi düşdüyü mühiti, yəni, belə deyim də, Azərbaycandaydı, amma Qəbələ ilə Neftçi arasında fərq var. İşlədiyi futbolçuların arasında fərq var. O futbolçularla, oradakılarla məsəl üçün hesablaşmaya bilərdin deyə, amma buradakilarla hesablaşmalısan mütləq. Yəni orada məsəl üçün cavan idi Ürfan, elə də qaçırdırdın, qışqıra bilərdin, amma burada gəlib qaranın üstünə qışqıra bilməzsən. Artıq sən Emin Mahmudovla hesablaşmalısan, küstürə bilməzsən. Yəni fərqlər var. Ona görə məşqçi dəyişməlidir, məşqçi inkişaf eləməlidir. O da inkişafın bir yoludur əslində qalanda. Əsas da mental. Qardaş, mental da əlbəttə ki, yenə də mentaldır, amma mentalın da kökündə
mentalına kökündə bir belə bileyim də bir məşqçi instinkti var. Yəni mən dediyimdə elə bir şey yoxdur. Məşqçi hər gün qarşındakı şəxslə, hətta köməkçisi ilə belə, inzibatçı ilə də belə klub rəhbərliyini qoyuram qırağa, amma hamının rəyini nəzərə almalıdır. Çünki elə belə nəticə elə belə yer olmur. Bir dənə məşqçinin işi deyil nəticə. Nəticə bir mühitin, bir ailənin işidir. Hansı ki, o ailədə mən yenə deyirəm, o kəpəz azarkeşi olmasaydı, mənim köməkçilərim, o qapıda duran, o xanımlar, qab yuyan, paltar yuyan, qardaş, nəticə ola bilməz. Yəni, nəticə bir nəfərdən asılı deyil. Nəticə, o vaxtlarım elə Neftçidən söz düşmüşəm. Sadıq Sadıqov gecə saat 11-də kabab pişirirdi öz əlindən. Qardaş, bu adamın özünün 100 dənə işi var. Amma adam gecə saat 11-də əziyyət çəkir. Yəni, öz əlinlə futbolçu bunun səmimiliyini hiss edir, görür ki, bu bunun qədrini bilir. Yəni, bir çox insanlar var, yəni Azərbaycanda elə. Yəni, belə əslində qalanda bir ailəni, bir komandanın çempion olmaq istəyirsən. Amma sən ora ancaq maliyyə qoyursan, deyək ki, da. Qardaş, elə nəticə olmur. Sən maliyyə də buraxmalısan, ürəyi də qoymalısan, hətta belə deyim, lazım gələcəksə evindən pul da gətirməlisən, amma futbolçunu hiss eləməlisən, sən səmimisən.